Salam aleyküm uşaqlar. Aleyküm assalam, Allah sizi qorusun. Kim var burada? Stansiyanın ikinci bölümündəyik. İkinci stansiyanın qonağı bizim dəyərli dostumuz, drift pilotumuz Elvin Xudaverdiyev. Xoş gəlmisən qardaş. Xoş gördük olsun, çox sağ ol dəvətə görə. Buradan da hamı sağ olayır. Elvin, səncə indi inkişafımız davam edir, amma ki mənfi nüanslarımız da var. İnkişafımızı daha yüksəltmək üçün nə etmək lazımdır? 5-6 il bundan qabaq mən özümə rəqib axtardım. Düzü sürənlər var idi. Yəni, başqa cür belə deyək, kimsə mənə bir meydan sulasın, bir idmanlı insan yox idi. Amma indi maşallah, yəni dost, drift yoldaşlarım, dostlarım bu dəqiqə mənim özümə gəl-gəl deyirlər. Mən Ukraynadan gələndən sonra, çoxu bilir ki, mən Ukraynada oxudum, tələbə idim. Orada bizim, deyək, Xarkov evi. yəni avtos mədəniyyətimizi inkişaf etdirirdik. İndi zaman idi, onda o var idi. İlk driftin orada görmüşdüm, 2008-ci ildə Ukraynada. Maşallah. Gördüm ki, bu gün necə maşınlar varmış. Mən Noalcın hələ sağ solu orada yoramatör oldum. Gördüm ki, yəni necə güclü maşınlar var, necə pilotlar var, necə yarışlar var. Ukraynadan gələndən sonra elə başarılı kim olmasın, bir həyatımdan bir şey danışmaq istəyəm, epizodlar verir. Xoşdur. Yəni Ukraynadan gəldim, tələbə edim, institutu bitirdim, gəldim, iş yox, pul yox, sıfır, ürək partlayı, maşın yox. İnanırsan, mən 6 il yaxını, nə toy, nə bayraq, yəni əməli başda itibat olmuşdum, tam 34-ü alına qədər qabaqlı məqsəd olmuşdu. Falan 100-də getdim Gürcüstanda bayrağımızı qaldırdım. Başladım drift idmanla məşğul olmağa, çəkib bunu bütün sosial şəbəkələrdə paylaşmağa başladım. Öz risklə belə deyək. Amma sırf idman fikrini eləmişdim. YouTube'da bir şey ki, milyonlarla prosmotorlar var bu videolarda. Və ondan sonra da belə deyək, yavaş-yavaş başlandı. Azərbaycanda drift yarışları keçirməyə, mən özüm o yarışlara qatılmağa. Yəni, sözümü nəyə gətirəm, ora gəlib çatmaq üçün mən də nələrdən keçmədim. Və mənim fikrim oldu ki, Elvin, mənim gözə qarışım və Orxan, belə bir insanı, belə bir məqsədlə, hansı bugünkü günü ölkədə bir imza çəkib də bu işin içində alqışlamaq lazımdır. Ayıqdan Yəni dostlar, belə deyək də, Elvin Xudaverdiyev, Elvin 023 olmağı boşuna olmayıb da. Yəni o prosta mən maşın sürüm, gedim təkər qaldırım və yaxud da drift eləyimlə deyil. Onun üçün istək də lazımdır, istək qədər əziyyət lazımdır, disiplin lazımdır. O istədiyin bir şeydən yəni yapışma, qopmamalısan. Yəni o yerə çatana qədər qopmamalısan və sən həmin insan olasan. Yəni bu hər sahədə belədir. Xüsusilə də avtomobil sahəsində, hansı ki avtomobil sahəsi daha təhlükəli, daha belə deyək də aksiyonlu bir sahədir də. Yəni bu başqa bir sahələrə bənzəmir. Yəni burada Təsəvvür ki, mən bunu heç deməmişəm. Mənim atam Allah bütün valideynlərə can sağlığı versin. Allah rəhmət eləsin. Böylələri Allah rəhmət eləsin. Atam mənə belə deyir, bu son 4-5 ilə qədər bilsən, yəni təsəvvür ki, böyle stres yaşamışam da. Mən də valideynlər, sən deyir, boş işlə məşğulsan, bu heç kimə lazım deyil, batarsan, bədbəxt olarsan, eləmə. Get bir sənətlə məşğul ol, üstü oxumusan. Get ağıl, yığ başı var, ay baba, 100% o söz səni deyil. Deyirəm, ay baba, sən görəcəksən inşallah, sağlığı olsun. Şimdi mən istədiyimə nail olacağam və Azərbaycanda ən azı güclü bir sürən kimi tanınacağam və bununla inşallah çörək pulu qazanıb, ailəmizdir, belə deyib dolandıracağam. Elə də oldu şükür Allah, kişilərə, görmüzə izləyənlərə. Yəni sizə söz deyim, biz bu yolu açanlarıq. Mənim drift pilot yoldaşlarım cırmalıya biz bu yolu açırıq. Yəni sizin üçün daha rahat olacaq, sizin üçün daha belə deyək, tez progres olacaq. Fundamentlar qoydular, siz artıq evi tikməlisiniz və əmin olun inşaatdan baş çıxanlar bilər, ən çətin şey fundamentdir. Bu insanlar dırnağı ilə, dişi ilə, qazıya-qazıya, o çətin şəraitdə, belə deyim, vaxtı ikən ölkədə motor swap eləmək belə çox belə böyük dağlar qədər bir iş olduğu şəraitdə, amma günün bu günü swap eləyən ustalar da var, drift koşudan ən qədər yer var bu faktiki şəraitimiz bizim buna əl verir və hər birinin səbəbkarı da Elvindir, Elvin kimi neçə dənə pilotlarımız da düzdür. İndi Azərbaycanda drifti gətirən, Azərbaycanda driftin fundamentini qoyan Elvin olsa da, onlar da Elvinlə bərabər töhfə verməyə çalışırlar və hər birinin bu sferada bir əməyi var. Və həmçinin siz də zamanla özünüz bu motorsportu öz qəlbinizdə yaşadaraq, sizdən sonraki pokoleniyaya daha gözəl şərait yaradırsınız, daha yaxşı bir sfera yaradırsınız. Самое главное, что, значит, что sən demişkən, fundament.
Fundament ucu qoyulub. Fundament qurulub. Fundament demişkən, bir mövzuya toxunmaq istəyirəm. Bizim elə trekimiz yoxdur. Olacaq inşallah. Trekimiz yoxdur. Bir dənə inşallah inanıram ki, trek tikiləcək və münasib qiyməti olunacaq. Trekin istifadə olunması, inanıram ona, arzulayıram onu. Bir dənə o qaldı. Mən rahat olmağım üçün trek tikilməlidir. Yəni biz burada harda maşın sürüyü və neçə sürüyü bunu hamımız bilirik. Biz artıq ikinci bölümü çəkirik. Birinci bölümdəki paylaşımlarda əksər insanların rəylərinə fikir veririk, yanaşmalarına baxırıq. Biri deyir, nə bilim, qısa məsafədir, biri deyir, nə bilim, bizim maşınımız bu qədər at gücündədir, biz orada gəlib yarışmarıq falan filan. Yəni 402 metrə, 50 dənə 402 metrə var, biz amma qoyunuq da gedib 100 metrə, 150 metrədə maşın yarışdırırıq. Yəni bunu təbii ki, biz çox gözəl bilirik. Sadəcə belə deyək də, yaşadığımız yerin bizə sunduğu budur, qanuni şəkildə. Və biz də qanuni şəkildən kənara çıxa bilmədiyimiz üçün, yəni heç kimə də çıxmağı tövsiyə eləmədiyimiz üçün ancaq bunu eləyə bilirik. Belə deyim, bir sferaya verəcəyiniz ən böyük töhfə, mən fikirləşirəm ki, həmən sferadakı belə deyim, problemləri müzakirə eləməkdir və o problemləri birgə həll tapmaqdır. Bildiyiniz kimi Azərbaycan maşın sferasında adətən millət problemin həlli üstünə yox, problem üzərində fikirləşir və faktiki bir həll yoxdur ortada. Milləti qınamaq üçün bir candır. Yəni mən fikirləşirəm ki, bu sferanı başdan yaradan bir insan olaraq Elvin özü bu sferadakı bütün problemlərin hər birini görür və həllərinə də bələddir. Sizə qardaşlarım böyük bir təşəkkür bildirmək istəyirəm. Bacardığınız qədər mən və mənim dostlarım əminəm ki, sizin yanınızda dəstək olacaq. Əlimizdən gələni sizə halaldır ki, hansı bir avtokultura idman növünü, drag yarışlarını çalışırsınız inkişaf etdirməyə. Bırak, belə pislik olsun. Sağ ol. Düşü, sənə də halal. Sürücülərin, istər maşınların performansını bir dənə baxıb qiymətləndirək, görək bugün uşaqlar nə edir? F10 Dores N20 motorla 528 və Chevrolet Camaro 2 motor turbo variantı. Biz bu ikisini trekdə qarşılaşdırdıq. İndi də səndən fikirlərini gözləyirik ki, bu yarış necə keçdi. Bir cavanın ilk ağlına gələn maşın olaraq F10'dur. Kupe olarak da Amerikan Camaro'sudur burada. 2 motor turbo, 2 motor turbo. Biz də fikirləşirik ki, yalnızca efir işləmək yox, həmçinin maşının vidi qədər getməyi də olmalıdır. Görək indi bunlardan az parçalayacaqdır. Bayaq başlayanda flanşı çox sevdim. Flanşı düzgün elə, parça-parça eləyərsən. Bütün yarış boyu onsuz da demir olar, başa-baş gedir. Davay! Yazılım versə. Yaxşı keçib yarış. Belə deyək, maşınların seçimi maraqlı bir seçimdir. Adətən məsəl üçün M4 ilə CLS 600 seçkan, o stabil şablon bir şeydir. Bu belə amma maşınlar gündəlik sürülən maşınlardır. Çox əl çatan maşınlardır deyək. Onun üçün maraqlıdır. Burada bir dənə məsələ var. Ona görə təkrar baxmaq istəyirdim. Yarışın birində biz elə bildik ki, F10 sürən false start eləyib, amma əslində eləməyib. Sadəcə yenə də nəticə etibarilə 2-1 Camaro qalib gəldi. Burada bir başqa məsələ var. Onu da Orxan qəşəng bilir. Orxan, burada nədə məsələ? O söhbəti biz səhərdən bugünə kimi aparmışıq Elvinlə, Elvin 023 bizim qonağımızla. Sən o hələ biz bu yolda bura gələrək əsas nədir? Əsas məsələ burada avtomobil sahiblərinin avtomobildə düzgün launch edilməsi. Qardaş, eyni avtomobili həm öz sahibi sürdü, həm də ki Elvin sürdü. Dağlar qədər fərq oldu avtomobilin drag trekindəki nəticəsində. Ona görə də əvvəla mən fikirləşirəm ki, buradan da sferadakıların hamısının özünə deyim. Qardaş, maşınınızı sürməyə öyrənin. Sürməkdə çox şanslıdır. Bəli. Sözsüz ki. Maşını əzbər bilir. Bəli. Heç nə, burada onda qalib bəllidir də, yəni 3 sürüşlər oldu. Camaro, növbətiyə Adaşım, Sabir. Növbətiyə keçək. E23
330i və Mustang 2.3 EcoBoost. Sənin fikrin nədir? Mənim fikrim burada əgər uğurlu alınca eləsə yenə BMW-dən yanadır. Bu dəfə mən deyəcəm Amerika. Uşaqlar, hazır! Hə, C20 və Mustang. 2.3 turbo, 2 turbo. Bəli, bəli. Və görsən Mustang dedikdir. Mustang belə çox itki Ha, Mustang çox səhv tərpəndi də Yəni yerində. o qardaşın reaksiyası biraz zəif olduğuna görə Ceyrin nəfini tərpə fikir ver. Amma sən olsaydın aparacaqdın. Sözdün də mən sonra görmədim, nə oldu nəticə. Oxana verdin orada. O əməlli var. Həmin Aysa sən dedin başqa. Həmin bu maşınla bax bu maşını yesi sürür. Eyni maşındır. Bir dənə, hə, bir dənə tərpən qoy. Biz söyləyimizi elə biləyimiz də qardaşım. Baba, fikir verdin şey necə səhv tərpəndi, Mustang necə səhv tərpəndi Mustang yerində. səhv tərpəndi. Elə bir svetofordan tərpənir də, yəni yarışda deyil. Qazın üstünə oturur. Belə bir nüansda var. Demək G20-nin yiyəsi bu G20-nin tərpənə biləcəyi ən pik vəziyyətdə tərpənir. Qaqaş çox mükəmməl düzgün. launchlar verir də maşına. Qaqaş çox Bilinir düzgün. ki, təcrübəsi var və maşını qavrayır, tanıyır. Bizim əsas problemimiz odur. İnsanlar gedir maşını alır, maşının nə qabaritini öyrənir, nə texnikasını öyrənir. Elə var, kar maşını idarə edir. Bununla qabaqcadan deyim. Avtomobil idarə etmək ayrıdır, sürmək ayrıdır. Elvin bunu hamımızdan yaxşı bilir və təsdiq etmək fikirləşir. Alacağım. Keçək bir dənə bu yarışmanı starta ver, saxla bizi. Bax burada 5 motor supercharge Range Rover Vogue, 3 motor dizel F15 kuza BMW. İndi nədir burada? Burada F15 Kuzov X5, burada da hamının sevimlisi Range Rover. Yox, əsas maraq nədir? Əsas maraq 5 motor, 3 motor dizel Stage 1. Maraqlı olacaq. Yarışa baxdınız anla. BMW sürən bizim dostumuzdur Seymur. Hə, ikisi də doktordur. İkisi də doktordur. Amma Seymur yəni bu Amma bir dəqiqə Elvin, bax. Mən bilirəm ki, mən Orxana soruşsam, ikisinin maşın TTX-ın naxarı deyəcək. Çəki baxımla nə qədər fərq var ikisinin arasında? İkisinin arasında 300 kol fərq var. Mən bildiyim qədərində mühərrik. Range Rover daha ağırdır. Yəni səhv də demiş ola bilərəm. Çünki məsələ nədir? Dəqiq araşdırmamışam. Sadəcə kateqoriya baxımından. Range Rover 5 motor və həmçinin Sonder Class səviyyəsində bir SUV-dir. X5 daha çox gündəlik sürüşə əl verən, amma ki premium Alman SUV-sidir. Halbuki sənin dediyindən, biz gördüyündən ölü yeri eyni şey olmalı idi. Görəcək gedir amma BMW. Məsələ bilsin nədir? Elvin davam eləsin. Hə, orada adaş, məsələ nə idi? Əslində şoferdə Range Rover sürən dostumuzdur. O onsuz da launch kontrol bilmir. O prosta yəni elə belə marağa, yox, prosta marağa sürməyə gəlmişdi. Amma yenə də o performansda bir maşın elə sürüş eləməməli idi. Mən dedim yəqin ki, bu ümumiyyətlə düzgün tərpədə bilmir deyə keçdim, ikincidə özüm sürdüm maşını. Adamlar bu maşını biz trekdə yarışdıraq deyə buraxmırlar. Bu yalnızca arxada pasajer kimi oturan insan komfortu üçün buraxılır deyə. Burada artıq məsələ uzun yolda yüksək sürətlərdə performans verməkdir. Yerindən götürülüb bu məsafədə performans. Onu gördün? Heç nə, burada bəllidir ki, Seymur Seymur illərin Seymurudur da yəni. Seymur draqda sözünü deyən insan. Ayda bu maşın bizi çox yəni yanıltdı da yəni. Düşdü. Keçək mənim ən sevdiyim yarışa və mənim gözümdə oradakı ən akıllı avtomobilin yarışına. Y92 Kuzov BMW 335 X-Drive. Bu avtomobil stok deyildi normal olaraq. Yəni belə bir mühərriki stok qoymağa heç kim qıymaz. Bu qədər potensialı, bu qədər resurslu mühərrik stok qala bilməz. Orek, növbəti sürüş kimlərdir bura? Y92 335 X-Drive i, Aha. Audi S5,
3 motor supercharger variantı bu. Aha, İkisi də bu Quattro, bu X-Drive konkurent rəqiblərdir, aparatlar yarışır. Aha. Kimdir? Sənin üçün kimdir? Mənim üçün конечно же BMW, ondan başqa sonsuz yalan. Mənim üçün var. Koydun da zayıflattın. Zayıflatdın? Zayıflattın. Ha, все, okey. Vay. İndi təqribən 340, 350 belədir. Bu arada Burada yəni Audi tamam stok ola bilər və yaxud da 92 stageli bir maşın, yüklü bir maşın ola bilər, amma burada həm Audi-nin yerindən tərpənməyi, həm də o 3 motor supercharge Quattro-nun gedişi deyil. Bunun üçün getmir ya maşın. Getmədi. Belə nüanslar, biz artıq uje yarışlar sıralı olur da, eyni avtomobillə bir neçə də yarışırdı. Biz sonraki yarışda 92 Cruise'u beynindən çəkdik, Audi ilə eyni at gücünə. Bu Quattro 3 motor supercharger variantlar 330 at gücü olur. Biz çəkdik bunu 340 at gücünə. Çəkik məntiq şəraitlə eyni şeyə gəlib çıxır. Eyni şəraitdə belə yenə də Audi Mənim fikrimcə bu maşının nəsə bir problem var. Ya da onun şoförü nəsə düzgün Maşında problem var idi. İkisi birində. BMW sözü deyən bir markadır. O da var da Murat, o da. Düzdür, bir ara BMW Mercedes belki takıb sürürdü, məcbur. Ya bunu mən səndən də bir pilot kimi soruşmaq ya daha doğrusu bir müzakirə eləmək istəyərdim. Ömür boyu həmişə belə bir şey olub da, rəqabət olub. BMW yaxşıdır, Mercedes yaxşıdır. Biri deyib BMW pisdir, Mercedes pisdir. Belə söhbətlər olub. Yəni sən Mercedesə, əziz izləyici, əziz necə deyim, o maşını sürən şofer, sən Mercedesə yaxşı deyib BMW-yə pis deyə bilmərsən. Həmçinin də tərsinə BMW-yə yaxşı deyib Mercedesə pis deyə bilmərsən. Yəni misal üçün sən necə bir 39 Cruze necə pis maşın deyə bilərsən də, necə? Və yaxud da W211-ə, W210-a. Bu zövq məsələsi. Yəni sən Mercedesə pis, BMW-yə yaxşı deyə bilmərsən. Yəni mənfi pis marka ola bilməz. Hər bir markanın mənfi uğurlu və uğursuz modelləri var. Keçək elə BMW Mercedes yarışmasına W202 Cruze ilə Y46 Cruze 2-3 kompresor, 2.8. Yarış əsl sensasiya oldu. O maraqlı. Bir dənə çox diqqətlə baxaq. Bu yarış bu gün müzakirə oldu, bilinmədi. aha, Nədir? Teşka 202 Kuza, 2-3 kompressi. Amma stage 1, zavod deyil. Bu nədir? 46 Kuza Coupe M52 B28, zavod amma mexanika. Fikrin nədir? Bu səfər Teşkadan tərəfdara. Haydi bura. Teşka aparıb da. Bir dəqiqə. Baba, O sürəni düz sürüyor, baxın, BMW görmürseniz tərəfəni. indi şey Bir oldu. də onu təzədən qoy, starta qoy. Aha. Bu start, Eşə getdi. bu start yaxşı idi, amma sonradan açıq olursan. 2-də gecikdi uje. Ha. Bu yəni Ayso, maşından da fərqi ola bilər, sürəndə də fərqi ola bilər. Bəlkə o BMW-leşdir. Yo, BMW çox. Ha. Amma bilmirəm də biz onu Düzdür. Amma qardaşım BMW-dir də, yəni BMW belə bir münasibət. Amma düzünə Teşka. Mən yenə danışıram. Prosta pis çıxmaz. Mən bu verilişdən sonra sağ çıxmaya bilərəm, amma ki ölkələr qaqa.
Maşın sferasını inkişaf etdirən yeganə avtomobil həvəskarları BMW sürənlərdir. Başqa heç bir markanın həvəskarı avtomobil sferasını Bir inkişaf dəqiqə etdirən deyəm. canı qoymur. Bax, bu şoferlərə çəşka sürən. Ha, o imindən- O sən bildin ürəyidir. Həqiqətən ürəkdir. Sən bildin ürəyidir. O dərəcə rəng atıb, o dərəcə hoqqa verib, onu orada olmaqla. Ha. Bizə də mesaj yazır ki, yarışdan video. Onların hamısını yığın ora, onların hamısını şaqqalayacaq. Qaqaş ürəyidir. Halaldır, heç nə. Biz bunu dəqiqləşdirmək istəyirdik, elə çeşkaymış həqiqətən. Balaca da olsa, yəni 2-3 kompress. hə 2-3 kan baba görsən. Zəif mühərrik deyil ki. O sözü yandıran da o Fusion'u tutsa da yəni. O sözü yandıran. Aha, bax. Orek, kimlərdir? Bunu hansı ağılla eləmişik bilmirəm. Ford Fusion 1.5 EcoBoost, BMW Y34, 2.8 motor mexanika. Texnologiya. Baxaq da, baxaq. Hazır. 1 2 3 2 3 34 keçsi qabağa. Qarşı. Aha. Yox, daşı getdi. Все, getdi. Fusion getdi. Hə, ən azı bir korpus. 34'ü 3'te gözlürük. Ne düşüyor? Bir korpus, ən azı bir korpus atdı 150 metr. Neçə motorda olsun? 2.8. Fusion'da ama kötü turbo ile. Yox, 1.5. 1.5. 1.5 ama at gücünün At gücü at yaxında. gücü iyiydi. Baba bu çox maraqlı oldu. Bax 4 Bak bu temadı bırak. Bunu sen gördün bugün. Belki çok güzel, yok görmedim. Bu sen bir 28 Qaqaş. Bu 28'i ben sürmeliydim, o sıktım getdi. bir əvəzinə vurdu zadniya. Qaqaş tulla qalın. Bu Bir dənə baxaq, bir dənə baxaq. 3 motor M54. Növbətlər nədir indi burada? 34 M60, 4 motor, Y28 amma swaplı M54 B30 mexanika korobka. Bu avtomat korobkadır. Ola! Bir, iki, üç. Sıraya düşüyor. Növbəti. Orhan burada nə söylüyor? Hə, başdan baxaq. 2 motor 34, 4 motor Cherokee. 34 kuza 520 əməlli motorla mexanika. Qəribə bir rəqibi var, Cherokee. Aha. 97-ci ilin Cherokee'si avtomat korobka 4 motor. Ama burada en maraqlısı nədir? Sirən Nədir? burada kimdir? Max. 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 Bizim məşhur Max'ımız. Can diye. Ay sağ. Все, uşaqlar. Başlayırıq. Hazırsınız? 1 2 3 Başlayalım inşallah. Allah, Məhəmməd, ya Əli. Gören oldu niye bile gelmedi? 2 3 Bir vakti xod gedirdin, ne oldu sana ne oldu? Hanı? Maşın hanı? Tormuz verir dayanır da. Maşın hanı? Erkən motoru satmadı. Maşın hanı? Heç nə, növbəti. F10 və muskullu F10. Eyni şey deyil. Telefon aparmalı tamam. 211 drone ilə yarışmalıydı əslində.
Baxaq görək istəyir. Deyər sizə bunda maraq var. O Rafın maşını bilirik, tanıyırıq birinci bölümdən. Adı nə? Orxanın maşınını tanımırıq. Yəni biz buna maraq deyirik. Amma bilmirik yəni bunda da maraq var yoxsa. Bundan nə çıxacaq? TikTok. Onu bizlə Gelirsiniz öyrəndik. yoksa yok. Necə? Mert gelirsiniz yoksa yok. F10 yoxsa F10, məncə Teşka. Teşka adım çekilip. Düzünə Teşka. Ürəksən. Oldu uşaqlar. Dən start ver. Amma biraz qəribə apardı məncə. Yaşar tərpəndə. Yaşar X5 ideal tərpənir. F10 apardı onsuz da axırda. Sadəcə belə bir nüans var. Biz gözləyirdik ki, F10 korpus fərqi tamamla ki X5 də hər Ama bir dakika uşaqlar 402 olsa başka söhbət olur. Yarım korpus. Mən də nəyə görə? Çünki X5-i 4-də çəkir. Doğru. Dərmantik. İtki yoxdur. Tuğulur qabağa sonra bu gəlir. Çəkiyə görə o birisi gəlir uzun. Ha, iplə. Bip. Heç nə, Rafı da təbrik edirik növbəti mərhələdə. Qardaş, yarışlarımızı gördün, sürüşlərimizi də gördün. Buradan bir daha trekdə də dedim, yəni olan trekimizdə də dedim. Bura gəlib yarışan, qalib olan uduzan söhbəti yoxdur. Biz sadəcə əylənirik, bu sferanı, bu sahəni inkişaf etdirməyə nə qatqımız varsa onu eləməyə çalışırıq. Gələn hər kəsə, qoşulan hər kəsə təşəkkürümüzü bildiririk. Adaş, sənə də təşəkkür bildiririk. Çox sağ olun dəvətə görə. Xoşdur. Sen sağ ol, hem güzel yarışın. Sen sağ ol, sen sağ ol. İnşallah yine görüşeceğiz. 100%. Var olun, sağ olun, izlemede kal. Qaqaş, qaz, pol. Pol.